Həyat əziyyətdən ibarətdir. Biraz gənclərimizdə bir dəymə düşərlik yaranıb, incəlik yaranıb, bilməm nədir bu? Bilməm necə onu izah edeyim. Bu təzə bir şeydir. Bəlkə də bizdə olub həmişə, indi lap qabarıb elə bil. Hamı əziyyətsiz nəsə əldə eləmək istəyir həyatda, elə bir təzə bir Amerika kəşf eləmək istəyir. Allah Quranında başqa cür buyurur. Allah Quranında buyurur, bu ayəni mən müxtəlif münasibətlərlə o qədər demişəm, çoxlarınız bəlkə əzbər bilirsiniz. Bu ayə yadınızda qalır. Ləqəd xələqnəl insana fī kəbəd. Biz insanı çətinlikdə yaratdıq. Çətinlik həyatın fəlsəfəsidir, həyatın gözəlliyidir. Gənclərə idmanı tövsiyə edirəm mən məsələn, din adından eləyə bilərəm. Bunu mən idmançı deyiləm ki, gəncləri idmanın gözəlliyi nədir? İdman adamı əziyyətə salır, yorur. Bu əziyyətdə, yorulmaqda bir xüsusi bir mərhəməti var Allahın. İnayəti var Allahın. Allahın insanın bu yorğun halından xoşu gəlir ümumiyyətlə. İnsan bir yorulsun, əziyyətə salsın özünü. Bu həyatın xüsusiyyətidir. Əziyyəti könüllü qəbul elə, onu ağışıva al. Almasan, məcburi əziyyətlər var ki, onlar pis, mənfi nəticələrə gətirib çıxarır. Küfəlilər əziyyətdən qaçmaq üçün İmam Hüseyni öldürdülər. Haqqa dəstək verməyin əziyyətinə dözmədilər. Ondan sonra ömür bu əziyyət çəkdilər zalimların əlindən.